Yıldız Tilbənin vəkilindən Vəfa Şərifovaya cavab. Yıldız Tilbənin müğənni Vəfa Şərifova ilə heç bir əlaqəsi, əməkdaşlığı və görüşü olmayıb. Bu sözləri Türkiyəli məşhur sənətçi Yıldız Tilbə Instagram səhifəsində onun vəkili Handan Bakbakın adından paylaşılıb. Açıqlamasında bildirilib ki, Yıldız Tilbəyə qarşı mətbuatda yer alan yalan, əsassız, ədalətsiz ittihamlar və iddialar özünü sosial şəbəkələrdə tanıtmaq və populyarlığını artırmaq məqsədi ilə yaradılıb. Azərbaycanlı müğənni Vəfa Şərifova həm öz ölkəsindəki televiziya proqramında, həm də sosial media hesabında duet üçün Yıldız Tilbəyə $100.000 ödədiyini, lakin Yıldız Tilbənin bu pulu alsa da ifadan imtina edərək onu çətin vəziyyətə qoyduğunu bildirib. Yıldız Tilbənin bu şəxslə heç bir əlaqəsi, əməkdaşlığı və görüşü olmayıb. Bu vəziyyət tamamilə uydurma, təşkil edilmiş, qanuna zidd, qəsdən şəxsiyyətin nüfuz və namusunu hədəf alan, ən əsası isə çoxşaxəli cinayətdir. Lazımi hüquqi prosedurlara başlanılacaq. Bunu ictimaiyyətin və aidiyyatı tərəfin diqqətinə çatdırırıq, deyə açıqlamada qeyd edib. Qeyd edək ki, Vəfa Şərifova qonaq olduğu verilişlərin birində Yıldız Tilbə ilə duet oxuyacağını açıqlayıb. O, bildirib ki, duet üçün $100.000 verəcək və bu məbləğ əldə etmək üçün avtomobilini satışa çıxarıb. Hörmətli izləyicilər, bu tip videoların davamının gəlməsini istəyirsinizsə, kanalıma abunə olun.